أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله. ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبتيه الحسن والحسين سيدي شباب أهل الجنة، وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي، حججك على عبادك وأمنائك على بلادك يا رب. صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Möhtərəm möminlər, möhtərəm möminələr, əvvəl özümü və sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri, sizləri imanlı, təqvalı insanlardan qərar versin. Son anımıza qədər ağlımızı və sağlamlığımızı əlimizdən almasın inşallah. Son anımıza qədər sağlam ağılla, sağlam təfəkkürlə, sağlam bədən üzvləri ilə ona ibadət, itaət etməyi bizlərə nəsib eləsin inşallah. Allah bir daha xəstələrimizə, xüsusən hər yerdən əlləri üzülüb yeganə ümidləri Allah olan xəstələrimizə tezliklə şifa inayət eləsin. Allah gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin. Bu mübarək Şaban ayını, bu gözəl günləri bizim üçün sonuncu qərar verməsin. Gələn ildə bu gözəl günləri yaşamağı bizlərə nəsib eləsin inşallah. Bütün Allah sizə də can sağlığı versin inşallah. Bütün dualarımızı qəbul eləsin. Bu duaların da qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad edək. Əziz qardaşlar, qarşıdan əzəmətli bir gün gəlir. 15 Şaban. Bizdə el dilində Nime-i Şaban deyirik ona. Belə öyrəşib bizim dilimiz. 15 Şaban mübarək gecələrdəndir. Əzəmətli gecələrdəndir. O gecə bizə Peyğəmbər və Əhl-i Beyti tərəfindən müəyyən əməllər tövsiyə olunub. Allaha şükür ki, neçə illərdir elə biz cəm oluruq məsciddə, onu icra edirik. Çox uzun əməlləri də yoxdur. İndi bəzi insanlar cəm ola bilmirlər, gələ bilmirlər. Müəyyən əməllər var ki, o əməlləri demək lazımdır, bilmək lazımdır ki, inşallah biz evimizdə də olsaq, bəzi müəyyən yüngül bu gecəyə aid olan əməlləri icra eləyə bilək. Bu gecənin əzəmətini artıran səbəblərdən biri də budur ki, bizim 12-ci imamımız Hüccət ibn Həsən Əl-Məhdi Accalallahu Teala Fərəcəhu Şərif haman o gecədə nədir? O gecənin günündə, yəni 15-də, Şabanın 15-də İmam Zaman Ağanın təvəllüdüdür. Amma bunu demək istəyirəm ki, bu gecə hələ İmam Zaman Ağa doğulmazdan qabaq da əzəmətli gecə idi. Bu əməlləri vardı. Peyğəmbər bu barədə deyib. Sadəcə olaraq bu gecənin şərafətini artıran başqa bir səbəb də nədir? İmam Zaman Ağanın nə idi? Mövlududur. Allah onun zuhurunu tezləşdirsin. Allah onun zuhuruna bizi hazır olanlardan qərar versin inşallah. Mən o gecənin əzəməti barədə istəyirəm sizin üçün 2 rivayət oxuyum, sonra 4-5 əməli qısa şəkildə deyim, söhbətimi tamamlayayım. Əziz qardaşlar, İmam Sadiq əleyhissalatu vesselama sual verirlər. İmam Baqir əleyhissalatu vesselam, özür istəyirəm. Suiləl Baqiru əleyhissalam an fadli leyləti ən-nisfi min Şaban. İmam Baqirə Şabanın 15 gecəsinin üstünlüyü, fəziləti barədə sual edirlər. Fəqalə aleyhissalam. İmam deyir, Hiyyə afzalul ləyali ba'də leylətil qədr. Qədr gecəsindən sonra Şabanın 15 gecəsi, 15-ci gecəsi ən üstün gecədir. Birinci Qədr gecəsidir. Onun kimi gecə yoxdur. Ondan sonra nədir? Şabanın 15 gecəsidir. Sonra İmam baxın nə deyir? Deyir, Fiha yemnehullahul ibadə fadləh. O elə bir gecədir ki, Allah öz fəzlini öz bəndələrinə haman gecə verir.
Və yəğfiru ləhum bimennihi. Öz lütfü ilə, kərəmi ilə onların günahlarını bağışlayır haman gecədə. Fəştəhidu fil qurbəti ilallahi ta'ala fiha. Allaha yaxınlaşmağa çalışın bu gecədə. Çünki çox əzəmətli gecədir. فَإِنَّهَا لَيْلَةٌ آلَ اللّٰهُ عَزَّ وَجَلْ عَلَى نَفْسِهِ أَنْ لَا يَرُدَّ سَائِلًا فِيهَا مَا لَمْ يَسْأَلِ الْمَعْصِيَةِ. O elə bir gecədir ki, Allah özünə söz verib. Özünə, Allahın öz əhdidir özü ilə ki, o gecədə heç bir saili, heç bir hacəti olanı əgər günah istəməsə geri çevirməyəcək. İmam Cəfər Sadiq gör nə deyir? Deyir, o gecədə Allah heç bir saili, yəni heç kim, hər kim ki Allahın qapısına gəlib dua eləyir, istəkləri var, Allah onu peşiman yola salmayacaq. Bu şərtlə ki, istədiyində nə olmasın? Günah olmasın, haram olmasın. وَإِنَّهَا اللَّيْلَةُ الَّتِي جَعَلَهَا اللّٰهُ لَنَا أَهْلَ الْبَيْتِ إِذَا أَمَا جَعَلَ لَيْلَةَ الْقَدْرِ لِنَبِيِّنَا sallallahu aleyhi və alihi və səlləm. Deyir, o elə bir gecədir ki, Allah Qədir gecəsini necə ki bizim Peyğəmbərimiz üçün qərar verib, Peyğəmbərimizə verib, biz Əhl-i Beytə də Qədir gecəsindən sonra bizə məxsus olan bir gecə bizim üçün bizə verib elə bir töhfə kimi, o da hansı gecədir? Şabanın 15-ci gecəsi. Sonra yenə də sözünün sonunda deyir, fəştəhidu fi duaillahi ta'ala və sənai aleyh. Bu gecədə Allaha dua, səna eləməyə nə eləyin? Çalışın. Bu gecəni boş gecələr kimi nə eləməyin? Yola verməyin, keçirməyin. Bu bir rivayət. Başqa bir rivayətdə deyir, qultu li Əbi Cəfər aleyhissalam. Rivayə Zürarədəndir. Zürarə də önəmli şəxsiyyətlərdəndir. Deyir, mən İmam Baqirə dedim, sual verdim. Ma təqulu fi leylətin nisfi min Şaban. Ey Peyğəmbərin oğlu, Şabanın 15 gecəsi barədə nə deyirsən? Yəni, fikrin nədir bu arada? Qala, İmam deyir, Yəğfirullahu azza və cəl fiha min xəlqihi li əksərə min adədi şa'ri mə'za kəlbin. Deyir, o elə bir gecədir ki, Allah Bəni Kəlb qəbiləsinin keçilərinin tükündən çox insanları o gecədə bağışlayır. Bu ərəblərdə bir zərb-ı məsəl olub. Bəni Kəlb qəbiləsi elə bir qəbilə olub ki, onların keçi çox saxlayıblar. Qoyun, quzu, keçi çox saxlayıblar. Və məsəl gətirəndə də bir şey ki, çoxdur, deyiblər nədir? Haman o qəbilənin keçilərinin tükü qədər, tükünün sayı qədər. İmam da haman o misalı bu rivayətdən eləyib, qeyd edib. Deyir, o elə bir gecədir ki, Allah Bəni Kəlb qəbiləsinin keçilərinin tüklərinin sayından çox insanları haman gecədə nə eləyir? Bağışlayır. Nə qədər? Elə bir ki, nədir? Rəhmətini haman gecədə cəmiyyətə nazil edir. Sonra görün nədir? Və yunezzilullah azza və cəl fiha mələikətəhu ilə səmaid dünya. Deyir, Allah həmən gecə öz mələklərini dünya səmasına nə edir? Dünyanın səmasına nazil edir. Və iləl ardı bi Məkkə. Və Məkkədə, Kəbədə də öz mələklərini yerə nazil edir. Nə üçün? Bizim dualarımızın, bizim ibadətlərimizi nə eləmək üçün? Qeyd eləmək üçün. Çünki Allah qəbul edən Allahdır, amma onlar Allahın nə edirlər? Məmurlarıdırlar da. İndi hərəmizin 2 nəfəri var. Biri sağdadır, biri solda. Təbii bu gecə önəmli gecədir. Ona görə nədir? Bu gecəni fövtə verməmək lazımdır. Mən istəyirəm qısa şəkildə bir neçə əməl edeyim ki, onu inşallah özümüz də icra eləyə bilərik və ən azı bəzən məscidə gəlsək də belə ondan qabaq bəzi əməllər var ki, icra eləməliyik. Bu gecənin ən önəmli əməllərindən biri qusuldur. Əzizlər, yenə də deyirəm, quslun keyfiyyəti, forması bir dənədir. Niyyət də Şabanın 15-ci gecəsinin quslunu verirəm, qurbətən ilallah. Bizim dilimizin əzbərlə, Nimə-i Şabanın quslunu eləyirəm, qurbətən ilallah. Aman gecə, quslun da vaxtı şam namazından başlayır, sübh azanına qədər verə bilərsiniz. Şam namazından sübh azanına qədər o quslu verə bilərsiniz. Bu qusul barədə məsumlar deyir, nədir bu?
quslu kim versə, onun günahlarının yüngülləşməsinə səbəb olan nədir? Bir qusuldur. Bayağı sudan danışdım ha. Belə şeylərə yüngül baxmayın. Çünki həqiqətən də su, qusul, dəstəmaz bizim mənəvi aləmimizi nə eləyir? Hak eləyən səbəblərdəndir. Bu birinci əməl qusul. İkinci tövsiyə olunub ki, bu gecəni namaz, dua və istiğfar eləməklə nə eləyək? İhya saxlayaq. Çünki İmam Zeynəl Abidin əleyhissalatu vesselam'dan nəql olunur ki, Şabanın 15 gecəsi yatmazdı və o gecədə namaz, ibadət, dua ilə, istiğfarla nə olardı? Məşğul olardı. Bu ikinci haman gecəni nə eləyək? Əhya saxlayaq. İndi tam şəkildə tam saxlaya bilmiriksə, ən azı əməlləri, qısa əməlləri var. Şam namazından sonra gecə başlayır. Ehtiyac yoxdur, gözləyəsən saat 12-ni o əməlləri eləyəsən. Ehtiyac yoxdur. Şam namazından birbaşa sonra şam və işa namazını ki qıldın, ondan sonra o əməlləri icra eləyə bilərik. Bu ikinci əhya saxlamaq. Üçüncü, Həzrəti Əbi Əbdillahil Hüseyn əleyhissalatu vesselam'ı ziyarət eləmək. Yaxından kim ziyarət eləyə bilir, xoş onun halına. Kim də uzaqdan ziyarət eləmək istəyirsə, 15 Şaban gecəsində Məfatihül Cinanda da o ziyarətnamə var. O gecəyə məxsus ziyarətnamə var. Onu oxumaq, kim də oxuya bilmirsə, məsumlar bizim üçün asan variantın formasını deyiblər. Nə eləyirik? Çıxırıq hündür bir yerə və yoxdur, hündür bir yer yoxdur. İndi rivayətlərdə gəlib ki, evin damına çıx, dam yoxdursa, elə evdən bir deyir, sağa bax, bir sola bax, sonra üzvü tut, bu cümlələri dinən. Esselamu aleykə ya Əba Abdillah, Esselamu aleykə və rəhmətullahi və bərəkatuh. Salam olsun sana ey Əba Abdillah, salam olsun sana və Allahın rəhməti və bərəkəti olsun sana. Normal bir sadə bir cümlədir də. Bu cümləni demək, rivayətlərdə var, məsumlardan deyir, kim Şabanın 15 gecəsi bu cümlələrlə də İmam Hüseyni ziyarət eləsə uzaqdan, öz evindən Allah subhanahu və taala ona qəbul olunmuş bir həccin və bir ömrənin savabını verəcək. İndi eləyə bilir, bir nəfər ziyarət aşırı oxusun, eybi yoxdur. Bu gecəyə məxsus ziyarətnamə var. Yaxşı olar ki, elə onun özünü nə eləmək? Oxumaq. Şeyx Tusi, Allah rəhmət eləsin, bu rivayəti nəql eləyir öz misbahında. Rivayətdə belədir. Əbi Yəhya deyir, qultu li Mevlay As-Sadiq aleyhissalam. Mən öz Mövlam, ağam İmam Cəfəri Sadiqə dedim. Ma afdalul əd'iyyə fi hadihil leylə. Bu gecə duaların ən üstünü hansı duadır? Nə eləyək? İmam Cəfəri Sadiqə nə elədim? Sual verdim. İmam mənə belə dedi. Baxın, burada həm dua var, dua uzundur, amma mən bunu deməkdə məqsədim budur. Burada bir namaz var, namaz qısa namazdır, bunu hər kəs qıla bilər. Ona görə bunu xüsusi şəkildə qeyd edirəm. İmam nə deyir? Deyir, İzə sallaytəl işə fəsalli rik'ateyni təqra'u fil-ula el-hamd və surətul cuhd və hiyə surətu qul ya eyyuhəl kafirun. Və fi-thaniyyəti el-hamd və surətut təvhid və hiyə surət qul huvallahu əhəd. Deyir, şamla xüftən namazını ki bitirdin, dur 2 rükət namaz qıl. Niyyət nədir? Yenə də 2 rükət namaz, Şaban ayının 15-ci gecəsinin namazını qılıram qürbətən ilallah. 2 rükət. Həmdən sonra 1-ci rükətdə Kafirun surəsi. 2 sətir yarım, 3 sətirdir. Demişəm sizə, bilməyən telefonda da yazsın, oxuya bilər. Kağıza yaz, oxu, problem yoxdur. 2-ci rükətdə isə həmdən sonra bir dəfə Qul Huvallahını oxuyursan. Rahat bir namaz 15 Şabanın gecəsidir. Namaz bitəndən sonra nə eləyərik? Namaz bitəndən sonra, əziz qardaşlar, biz ki namaz bitəndən sonra xanım Zəhranın zikrini eləmirik. 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə də Subhanallah. Eyni zikirdir, lakin burada əksinədir. Əvvəl Subhanallahı deyirik, sonra Elhamdülillah deyirik, sonra nə deyirik? Allahu Ekber'i deyirik. Diqqət edin, belə, namazın salamını verəndən sonra 33 dəfə Subhanallah, 33 dəfə
elhamdülillah, 34 defa Allahu Ekber. Eyni ədəd eynidir, lakin burada nədir? Əksinədir. Ondan sonra bir dua var. Biraz çox da uzundur, çox da qısa da deyil. Onu bilən icra eləyər, bilməyən ümumi özü üçün dua eləyər. Və sonra nədir? Səcdəyə gedib bu zikirləri demək məsləhətdir. Bu namaz bitəndən sonra alnını qoyursan səcdəyə, 20 dəfə deyirsən Ya Rab, Ya Rab, 20 dəfə. 7 dəfə Ya Allah, 7 dəfə La havlə və la quvvətə illa billah, 10 dəfə Maşaallah, 10 dəfə də La quvvətə illa billah. Bu zikirləri deyirsən, sonra Peyğəmbər və Ali Peyğəmbərə salavat göndərib öz hacət və istəklərini Allahdan istəyirsən. Bu, Şaban ayının 15-ci gecəsində İmam Sadiqin tövsiyə elədiyi ən önəmli əməllərdəndir. İndi kim bunu tam, kamil eləyə bilir eləsin, kim eləyə bilmir, ən azından nə eləyə bilərik? Namazın özünü, təsbihatı və sonra nə eləyə bilərik? Haman bu dediyim zikirləri səcdədə təkrar eləyə bilərik. Burada heç bir şey yoxdur. Əzizlər, ondan sonra bir namaz da bu Şabanın 15-ci gecəsində varid olub. Onu da deyirəm, çünki bəzi insanlar, möminlər əhya saxlayır, yatmır səhərə kimi, fürsətdir, bu namazları nə eləyək? İcra eləyək. Bu namaz da, əziz qardaşlar, çox fəzilətli namazdır. İmam Baqir və İmam Cəfər Sadiq əleyhissalatu vəssalamdan rivayət olunub. İmam deyir, əgər Şaban ayının 15-ci gecəsi ortası olsa, 4 rükət namaz qıl. 4 rükət namaz da demişəm dəfələrdə. 2 rükət, 2 rükət. Hər 4 rükət də eyni formada qılınır. Nədir? Nə eləyirik? Həmd surəsini oxuyandan sonra Qul huvallah 100 dəfə oxunur. Həmd surəsindən sonra Qul huvallah 100 dəfə oxunur. Neçə rükətdir bu? 4 rükət. Elə bir 2 dənə sübh namazı kimi qılırsan, həmdi deyirsən, həmdən sonra Qul huvallahı 100 dəfə deyirsən. Yenə də təkrarla deyirəm sizə ki, yaşlı insanlar, xəstə insanlar, müstəhəb namazlar oturan yerdə də qılına bilər, ayaq üstə də qılına bilər. Bir hissəsini oturan yerdə qılıram, bir hissəsini ayaq üstə qılıram. Olar. Müstəhəb namazların heç bir eybi və heç bir iradı yoxdur. Namaz bitəndən sonra bir duası var, qısa bir dua. İndi istəyənlər üçün sonradan qeyd eləyərəm. Onu demək, o duanı oxuya bilməyən ümumi özü üçün nə eləsin? Dua eləsin. Bildiyi duaları eləsin. Dua da önəmli duadır. Mənasını öyrənib desin. Bu gecənin əziz qardaşlar çox önəmli əməlləri var. Yenə də 100 rükətli bir namazı var. Kim istəyir onu da qıla bilər. İndi səhərə kimi oyaq olanlar deyə bilərlər. Sübh namazı kimi yenə də 100 rükət, 50 dənə sübh namazı kimi həmdən sonra 10 dəfə Qul huvallah. Bunlar nədir? Kim istəyir eləyə bilər, icra eləyə bilər. Bunlar namazlar, məsumlar. Namazlar çoxdur bu gecəyə aid. Çünki bu gecəni əhya saxlamaq müstəhəbdir deyə. Ona görə məsumlardan çox namazlar bu arada qeyd olunub. Kim hansını icra eləyə bilər, icra eləsin. Bütün namazların da niyyəti birdir. Nədir niyyət? Şaban ayının 15-ci gecəsinin namazını qılıram, qurbətən ilallah. 15-ci gün isə, gecə ki əhya saxlanıldı, 15-ci gün isə oruç tutmaq nədir? Müstəhəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir. Deyir, İzə sara ən-nisf min Şaban faqdu leylətəhu bil-ibadə və yevməhu bis-siyam. Deyir, əgər Şaban ayının 15 gecəsi olsa, o gecəni necə keçirin? İbadət, namazla, dua ilə və gününüzü isə nə eləyin? Oruç tutun. Müstəhəb olan oruclardan ən önəmlərindən biri də Şaban ayının 15-idir ki, inşallah o günü yaddan çıxarmayın. O gecənin zikirləri var 100 dəfə təkrar olunmaq. İndi namaz qıla bilmir, bir nəfər zikr eləyə bilər. Varid olub məsumlardan bu zikri də hamınız bilirsiniz bu zikri. O zikir nədir? Subhanallahi velhamdülillahi və la ilahe illallahu və Allahu Ekber. Hamınız bilirsiniz. Eləyə bilərik ki, elə bunu bir təsbih 100 dəfə deyək. Subhanallahi velhamdülillahi və la ilahe illallahu və Allahu Ekber. 100 dəfə. Elə də bilərik ki, tək-tək deyək. Subhanallah nə qədər? 100 dəfə. Qutardı?
Elhamdülillah 100 defa. La ilahe illallah 100 defa. Allahu Ekber 100 defa. Çünkü bu zikirde özünde ne var? 4 tane zikir var. Subhanallah, elhamdülillah, ve la ilahe illallah, ve Allahu Ekber. Tek de 100 defa demək olar, bir yerde de demək olar. Bir yerde daha rahattır inşallah. Bir yerde icra edərsiniz. İnşallah bu zikirleri eləyəndə, bu namazları qılanda məni də öz dualarınızda yaddan çıxarmayasınız inşallah. Allah hamımızın müşküllərini həll eləsin. Gələn günlərimizi xeyirli eləsin. Gələn bayramlarımızı mübarək eləsin. Allah ömrümüzə, ruzimizə, ailələrimizə öz bərəkətini nazil eləsin. Allah subhanahu və teala bizə sağlam, bərəkətli ömür nəsib eləsin inşallah. Allah bu dünyadan köçüb gedəndə hamımızı imanla aparsın inşallah. Aqibətimizi və axirətimizi xeyirli və izzətli qərar versin inşallah. En güzel kelam Allah kelamıdır. Ki Kur'an-ı Kerim'de deyir Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Amenna billah, sadakallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.